Keçək dördüncü fəslə. Dördüncü fəsil kitabxana xidmətinin təşkili adlanır. Deməli, biz burada kitabxana xidmətinin təşkili barəsində tutaq ki, kitabxanada hansı xidmətlər yerinə yetirilir, bunlar haqqında məlumatlar əldə edəcəyik. Ümumiyyətlə, ilk öncə qeyd etmək istəyirəm ki, kitabxanalar çap əsərlərini və digər informasiya daşıyıcılarının səmərəli istifadə edilməsi üçün həm kitabxana xidməti göstərir, həm biblioqrafiya xidməti göstərir. Təbii ki, belə bir sual da düşə bilər. Kitabxanalarda çap əsərlərinin daha səmərəli istifadə olunması üçün hansı xidmətlər göstərilir? Kitabxana və biblioqrafiya olan variantı seçmək lazımdır. Və bəs bu biblioqrafiya və kitabxana xidmətləri nələrə köməklik göstərir? Bunları da qeyd eləmək istəyirəm. Deməli, ümumiyyətlə biblioqrafiya və kitabxana xidmətinin təşkil olunması abonentlər üçün ədəbiyyatın əldə edilməsi, yəni informasiyalarla təmin olunmasına, informasiya daşıyıcılarının seçilməsində köməklik göstərilməsi üçün bu xidmətlər var. Bunu da özünüzdə qeyd edin ki, onsuz qanunda da öz əksini tapıb. Keçək və burada belə bir slayd tərtib eləmişəm. Kitabxana xidməti aşağıdakı vasitələrlə təşkil olunur. Biz dedik, həm kitabxana xidməti var, həm biblioqrafiya xidməti var. İndi kitabxana xidməti hansı vasitələrlə təşkil olunur? Yəni, kitabxana xidməti zamanı nələr əks olunmalıdır? Abonement, qiraət zalı, kitabxanalar abonement, beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi vasitələr, yazılı və şifahi vasitələr, stasionar və qeyri-stasionar vasitələr, qiyabi və kompleks vasitələr. Yəni, bunlarla kitabxana xidməti təşkil olunur. Bunları yadda saxlayın. Keçək kitabxanaların hüquqları və vəzifələrinə. Baxın, kitabxanaların hüquqlarını da qeyd eləmişəm, vəzifələrini də qeyd eləmişəm. Bunları sayaq, axırda isə necə ayıra bilərsiniz, onu qeyd eləyəcəm. Kitabxananın hansı hüquqları var? Birinci, nizamnamələrdə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi, üsullarını və formalarını müəyyənləşdirmək. Kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək, köhnəlmiş və yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq, fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək, kitabxana birliklərinin yaradılmasında iştirak etmək, beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana biblioqrafiya və informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək. Bunlar kitabxanaların hüquqlarıdır. Bəs vəzifələri hansılardır? Gəlin sayaq. Oxucuların mədəniyyət təsisatlarından istifadə etmək hüquqlarını təmin etmək, mədəni sərvətlərdən istifadə etmək hüquqlarını təmin etmək, məlumat əldə etmək azadlığını təmin etmək, onların kitabxana fondlarından, yəni oxuculardan söhbət gedir, kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şəraiti yaratmaq. Baxın, kitabxanaların vəzifələri oxucularla əlaqəlidir. Fikir verirsinizmi? Tutaq ki, variantda sizə sual düşə bilər ki, kitabxanaların hansı kitabxana hüququna aiddir? Variantların hamısında dördündə belə deyək, 4 variant olsun. Üçündə oxucularla bağlı nəsə verilibsə, bilin ki, bu vəzifədir, hüquq deyil. Aydındır? Yəni, oxucular olanda kitabxanaların vəzifələrinə aid olur, amma artıq burada hüquqlarını saydıq, kitabxana ilə bağlıdır və ya birliklərin yaradılmasıdır və ya da kitabxanaya dəymiş zərərin ödənməsidir və ya köhnəlmiş yararsız hala düşmüş kitablarla əlaqəli nəsə, tutaq ki, bir qərar qəbul edilibsə, ya fonddan çıxarmaq və yaxud da ki, harasa əvəzsiz vermək və s. Bunlar hamısı qanunla hüquqlarıdır. Qeyd edək, yəni birinci hüquqlardır. Keçək qanunun özünə. Baxın burada, baxaq görək. Kitabxana xidməti nədir? Onun tutaq ki, vəzifəsi nədir? Hansı xidmətlər göstərilir dedik. Hansı köməkli məqsədi göstərir? Onu da dedik. Nələr, hansı vasitələr təşkil olunur? Dedik, ümumiyyətlə, kitabxana xidmətinin vəzifəsi nədir? Ümumiyyətlə, kitabxana informasiyanın toplanmasını, qorunmasını və gələcək nəsillərə çatdırılmasını belə deyim, həyata keçirir. Əhali arasında geniş təbliğ etməkdir, bəşəri dəyərlərə yiyələnməkdir, müstəqil və yaradıcı düşünən vətəndaşlar yetişdirilməsində kitabxana xidməti fəal belə deyim, rol oynayır və kömək edir. Hüquqlarını dedik, vəzifələrini dedik.
Gələk maddə 23-ə, kitabxanalardan istifadə sahəsində oxucuların hüquqları, vəzifələri. Biz kitabxanaların hüquqları ilə vəzifələrini saydıq. İndi isə oxucuların hüquq və vəzifələrini sayaq. Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmə hüququ vardır. Baxın, hər kəsin. Bu sözü diqqətlə yadda saxlayın. Sonra, kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların nizamnamələri və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Kitabxanalardan istifadə qaydaları. Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır. Oxucular kitabxanalardan istifadə qaydalarına əməl etməli, kitab fondunu qayğı ilə yanaşmalı, çap materiallarının və digər informasiya vasitələrinin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər. Yəni, oxucuların hüquqları nədir, vəzifələri nədir? Təbii ki, hüquq nə olacaq? Hər bir şəxsin, yəni hər bir kəsin kitabxanadan istifadə etmə hüququ var. Kitabxanadan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların nizamnamələri və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Və bunların hamısı hüquqdur. Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır. Oxucuların vəzifəsi nədir bəs? Kitabxanalardan istifadə qaydalarına əməl etmək, kitab fonduna qayğı ilə yanaşmaq, çap materiallarının və digər vasitələrin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər. Baxın, biz bu günlərin 3-cü və 4-cü fəsil haqqında danışdıq. Ümidvaram ki, izah sizə anlaşıqlı oldu və yararlı oldu. Sonda mən tərtib etdiyim yenə 10 sualı belə deyim, göstərmək istəyirəm. Baxın, burada yeni bir 10 sual tərtib eləmişəm. Baxıb, cavabları şərh bölməsinə qeyd eləyərsiniz, səhv və yaxud da ki, düzgün cavabdır. Bu haqda məlumat verəcəm. Yenə qeyd etmək istəyirəm ki, kitabxana işi haqqında qanun əsas mövzulardan biridir. Ona görə çalışın, yaxşı oxuyun, çünki imtahanda qanundan ən azı bir 5-6 sual düşə bilər. Bilirsiniz, cəmi ixtisasdan 20 sual düşəcək və hər sual, doğru sual 2 balla qiymətləndiriləcək. Əgər suallarınız varsa şərhdə yazın. Videoların ardının gəlməsini istəyirsinizsə kanala abunə olun, videonu bəyənməyi unutmayın. Mən daha çox video paylaşacağam. Növbəti dərsdə görüşənədək hələlik hər birinizə uğurlar.